Bugünkü məlumatım əsasən sırf kişilərə aiddir. Yəni kroniki prostatin müalicəsində və müayinəsində istifadə olunan barmaq müayinəsindən danışmaq istəyirəm. Prostat vəzin barmaq müayinəsi. Yəni bir çox insanlar barmaq müayinəsini prostat vəzin barmaq masajı ilə qarışdırırlar. Yəni bunlar ayrı-ayrı terminlərdir, ayrı-ayrı proseslərdir. Yəni barmaq müayinəsi prostat vəzin müayinə etmək, tədqiq etmək üçün ən belə deyək, rahat, tez başa gələn, ucuz və əhəmiyyətli bir müayinə metodu. Nəyə görə? Barmaq müayinəsi zamanı həm həkim, həm xəstənin özü prostatda olan problemləri duya bilirlər. Yəni həkim barmaq vasitəsilə, xəstə isə öz sinir sistemi vasitəsilə, yəni öz bədəni ilə duyur ki, onun prostatında vəziyyət necədir, prostatın yerini duyur. Yəni məlumat üçün deyim ki, insanlar, kişilər yəni prostatlarını hiss eləmirlər. Ta ona barmaqla toxunmayana qədər insan hiss eləyə bilmir ki, onun prostatı haradadır. Onu duymaq mümkün deyil. Yalnız barmaq müayinəsi zamanı pasiyent, xəstə artıq öz prostatının yerini duyur. Bəli, dərhal geniş informasiya götürmək çətin olur xəstə üçün prostat vəzindən. Amma dəfələrlə təkrar olunan barmaq müayinələri zamanı artıq pasiyent öz prostatı barədə ətraflı məlumata malik olur. Mən məsələn prostata toxunan kimi xəstə deyir, həkim, keçən səfər o bərk olan nöqtə var idi, ora yumşalıb, ya burada ağrı azalıb, ya burada narahatçılıq artıb. Belə detalları artıq pasiyent özü mənə deyir. Yəni mənə kömək edir, prostat vəzi daha yaxşı tədqiq eləmək üçün, daha yaxşı öyrənmək üçün. Üstəgəl barmaq müayinəsinin həm də müalicə və əhəmiyyəti var. Müalicə və əhəmiyyəti nədən ibarətdir? Barmaq müayinəsi zamanı yəni həkimlər, o cümlədən mən, prostat vəzini çox ehmalca, incə hərəkətlərlə, yavaş-yavaş onun paycıqlarında olan, belə deyək, şirəni, mayeni, ehmalca, yavaş hərəkətlərlə, sığallamaqla orta xəttə gedən axara doğru yönəldirik.